Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Azərbaycan Sığortaçılar Assosiasiyası, İcbari Sığorta Bürosu və Dost TV-nin birgə layihəsi olan Sığortalı Dost verilişinin ilk buraxılışını izləyirsiniz. Qısa anons edim ki, bu veriliş sığorta sektorundakı yeniliklərə aydınlıq gətirəcək, məlumatlandıracaq və məhz sizin sığorta ilə bağlı suallarınıza cavab axtaracaq. Artıq 2025-ci ili geridə qoyduq. Ötən bu il ölkəmizdəki bütün sahələrdə olduğu kimi sığorta sektoru üçün də əlamətdar yeniliklər və inkişaf göstəriciləri ilə yadda qaldı. Bugünkü mövzumuz da belə adlanır. Sığorta sektoru 2025-ci ildə. Mövzunu studiya qonağımızla müzakirə edəcəyik. Amma ilk olaraq sığorta sektoruna dair 2025-ci ilin qısa xəbər xülasəsinə birlikdə nəzər salaq. Azərbaycan 2025-ci ildə sığorta sahəsi ilə əlaqədar əlamətdar beynəlxalq konfransa ev sahibliyi etdi. Türk Dünyası Sığorta Birliyinin 1-ci Assambleyası Şuşa şəhərində keçirildi. Azərbaycan, Qazaxıstan, Qırğızistan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının sığorta birliklərinin iştirak etdiyi assambleyada Türk Dünyası Sığorta Birliyi Türk Dövlətləri Təşkilatlarının məqsəd və prinsipləri əsasında yenidən formalaşdırıldı. 2025-ci ildə Azərbaycanın ev sahibliyində sığorta sektorumuz üçün daha bir aktual beynəlxalq konfrans Türk Dövlətləri İnşurtek zirvəsi baş tutdu. Sığorta texnologiyalarında dünya təcrübəsi, sığorta proseslərinin və xidmətlərinin elektronlaşması və avtomatlaşdırılmasında beynəlxalq çağırışlar zirvənin başlıca mövzusu oldu. Azərbaycan, Qazaxıstan, Qırğızistan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasından olan sığortaçılar bu sahəyə dair təcrübələrini paylaşdılar. İcbari sığortalarda daha bir rəqəmsal yenilik tətbiq olundu. Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən Forma 4 sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış məlumatlarının elektron sorğulanması könüllü sığorta müqavilələrinə də şamil edildi. Bu addım sığorta bazarında vahid məlumat mərkəzinin formalaşdırılmasına, araşdırma proseslərinin sürətlənməsinə və qərarların obyektivliyinin artırılmasına xidmət etdi. Azərbaycanda ilk dəfə geniş miqyaslı şəkildə sığorta agentləri və vasitəçiləri forumu keçirildi. Mərkəzi Bankın strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı ilə keçirilən forumda agentlərin sektordakı əhəmiyyəti vurğulandı və şirkətlərlə vasitəçilərin əməkdaşlığının genişlənməsinə dair yeni imkanlar müzakirə olundu. İcbari Sığorta Bürosu Belçikanın Brüssel şəhərində yerləşən Bürolar Şurasının Daxili Reqlamentlər Komitəsinə növbəti dövr üçün keçirilən seçkilərdə uğurla iştirak etdi. Seçki nəticələrinə görə İcbari Sığorta Bürosu 11 səsdən 8-ini toplayaraq Cənub-Şərq Regional Qrupu üzrə komitədə təmsil olunmaq hüququ əldə etdi. Bu təmsilçilik İcbari Sığorta Bürosunun beynəlxalq əməkdaşlığının genişlənməsinə və yaşıl kart sistemi üzrə proseslərin daha effektiv koordinasiyasına mühüm töhfə verəcək. Azərbaycanda maliyyə forumu keçirildi. Artıq sayca 3-cü dəfə baş tutan forumda maliyyə iştirakçılarının qarşılıqlı əməkdaşlıq imkanları, xüsusilə də bank və sığorta sektorları arasında sinerji, bank sığortaçılığının inkişafındakı yeni prioritetlər geniş müzakirə olundu. İcbari Sığorta Bürosu beynəlxalq uğurlara imza attı. Büro, Bold Awards beynəlxalq müsabiqəsində Boldest Insurtech və Boldest SAS nominasiyaları üzrə birincilik qazandı. Bununla da İcbari Sığorta Bürosunun beynəlxalq mükafatlarının sayı 5-ə çatdı.
Verilişimizi studiyamızın qonağı ilə davam etdiririk. Bugün qonağımız Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanovdur. Vüsal müəllim, xoş gəlmişsiniz verilişimizə. Xoş gördük. Təşəkkür edirik sizə, həm sizlərə, həm Dost TV-nin rəhbərliyinə, qurucularına belə bir önəmli missiyanı həyata keçirdikləri üçün sığorta maarifləndirilməsində, risklə bağlı vətəndaşların məlumatlandırılmasında aktiv iştirakına görə təşəkkür edirəm. Çox sağ olun Vüsal müəllim və söhbətimizə son 4 ildə 10%-dən artıq artım göstərən yerli sığorta bazarının 2025-ci ildəki mövcud vəziyyətinin müzakirəsi ilə başlamaq istəyirəm. Ümumiyyətlə, mövcud vəziyyəti necə dəyərləndirirsiniz və bu inkişafın əsas amilləri nələrdən ibarət idi? Bildiyiniz kimi sığorta əhalinin və biznesin maliyyə sabitliyinin qorunmasına xidmət edir. Təbii ki, burada sığorta əhatəliliyinin geniş olması və daha da yayılması çox önəmlidir. Təbii ki, burada Mərkəzi Bank sığorta əhatəliyinin artımı ilə bağlı rəqəmlərə, göstəricilərə həmişə diqqət edir. 2025-ci ildə də 11 ayın göstəricilərinə nəzər salsaq, görək ki, sığorta haqlarında artım müşahidə olunmuşdur. Artım 13%-dir və bu onu göstərir ki, sığorta əhatəliyi Azərbaycanda artmaqdadır və sektor özünün inkişaf potensialını həyata keçirməkdədir. Təbii ki, sığorta xidmətlərində sığorta ödənişlərinin həcminə baxılması da önəmlidir. Çünki sığorta xidmətlərinin ən gözəl təbliğatı orada sığorta ödənişlərində, sığorta risklərinin baş verməsi zamanı sığorta ödənişlərinin həyata keçirilməsidir. Eyni müddət olaraq ötən ilin 11 ayına müqayisə etsə, sığorta ödənişlərində də artım müşahidə olunmaqdadır. Belə ki, bu artım 22% olmuşdur və sığorta ödənişlərinin həcmi 845 milyon olmuşdur. Sığorta haqlarında isə artım qeyd etdiyim kimi 13% olmaqla 1.4 milyarda çatmışdır 11 ayın göstəriciləri üzrə. Vüsal müəllim, Mərkəzi Bankın 2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı strategiyası çərçivəsində sığorta sektoru üzrə hansı islahat və tədbirlər həyata keçirilir? Qeyd etdiyimiz kimi, sığorta mexanizminin əsas funksiyası maliyyə sabitliyinin qorunmasıdır. Yəni ki, sığortalana bilən risklərin baş verməsi nəticəsində əhali və biznes subyektlərinin maliyyə sabitliyinin qorunmasıdır və sığorta hadisələrinin baş verməmişdən əvvəlki vəziyyətinə onların qaytarılmasıdır. Mərkəzi Bank olaraq təbii ki, bu istiqamətdə sığorta əhatəliyinin artımı istiqamətində, hansı ki, bu vətəndaşlarımızı, biznes subyektlərini maliyyə sabitliyinin qorunmasına xidmət etməsinə töhfə verir. Mərkəzi Bank xüsusilə öz strategiyasında bu istiqamətdə müəyyən tədbirlər həyata keçirməkdədir. Təbii ki, sığorta əhatəliyinin artımında sığortaya inam məsələsi əsas faktorlardan biridir. Ümumiyyətlə, vətəndaşların və yaxud da şəxslərin sığortaya müraciət etməsi üçün ən birinci faktor onların həyatda üzləşəcəyi risklər haqqında agah olması önəmli faktordur. Çünki risk agahlığı və o risklərə qarşı qorunma mexanizmlərinə müraciət etmək, bu əsasən sığorta risklər haqqında məlumatlı olan əhalidə daha çox olur. Təbii ki, bununla bağlı da Mərkəzi Bank, Sığortaçılar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, İcbari Sığorta Bürosu əhalinin və biznesin risklərlə bağlı məlumatlığın artırılması ilə bağlı addımlar atmaqdadır və geniş maarifləndirici layihə həyata keçirilir. Bu artıq illərdir Mərkəzi Bankın strateji tərəfdaşlığı ilə həyata keçirilir və müəyyən istiqamətlərdə, hardakı başlanğıc nöqtəsi olaraq əhalinin maarifləndirmə səviyyəsi yoxlanılır, sorğular əsasında yoxlanılır və ortaya çıxan
məlumatlandırıcı aspektlər, istiqamətlər müəyyən olunur və bu istiqamətdə də artıq maarifləndirmə tədbirləri həyata keçirilir. Təbii ki, sığortaya inamın ikinci komponenti orada sığortalılara göstərilən xidmət səviyyəsinin artırılmasıdır. Xidmət səviyyəsinin təkmil olması üçün sığortaçıların maliyyə dayanıqlığı güclü olmalıdır. Mərkəzi Bank bu istiqamətdə islahatlar həyata keçirilir və əsasən risk əsaslı nəzarətin, risk əsaslı tənzimləmənin ölkədə tətbiq olunması üçün addımlar atır. Həmçinin əhalinin və biznes subyektlərinin, həmçinin də dövlətin fiskal yükünün azaldılması məqsədi ilə katastrofik risklər və onların ölçülməsi, onların sığortalanması üçün imkanların yaradılması prioritet istiqamətlərimizdən biridir. Bununla bağlı olaraq daşınmaz əmlakın icbari sığortası üzrə qanunvericilik layihəsi hazırlanmışdır. Müvafiq qurumlara artıq təqdim olunmuşdur. Burada da əsas istiqamətimiz ondan ibarətdir ki, ölkəmizdə hər hansı bir katastrofik risk baş verərsə, birincisi bunun ölçülməsi olmalıdır, hadisə baş verənə qədər. Beynəlxalq təcrübədə bunun üçün xüsusi modelləmələr həyata keçirilir. Bu modelləmələr əsasən zəlzələ və digər təbii fəlakətlərin baş verməsi nəticəsində əmlaklara dəyə biləcək risklərin, dəyə biləcək zərər məbləğlərinin əvvəlcədən proqnozlaşdırılması modelləridir. Bunun üçün zəlzələ xəritələri hazırlanmalıdır. Bunun üçün seismoloji göstəricilərə istinad edən xüsusi bir model qurulmalıdır. Təbii ki, burada binaların tikinti konstruksiyalarının göstəriciləri də önəmlidir. Mərkəzi Bank bu istiqamətdə bir modelləməni artıq Azərbaycanda həyata keçirdi. Artıq biz test rejimində həm sığortaçılar özlərinin sığorta etdikləri əmlaklarla bağlı ölkədə müxtəlif katastrofik risklərin və əsasən də zəlzələnin baş verməsi nəticəsində sığortalı predmetlərə dəyə biləcək zərərləri əvvəlcədən ölçə biləcəklər. Təbii ki, biz bu imkanı həmçinin dövlətimiz üçün də bu imkanı yaratmışıq və test mühitindən sonra artıq bu imkanların həm dövlətə, həm sığorta sektoruna təqdim olunması həyata keçiriləcəkdir. Bunun da nəticəsində hər hansı bir zərər baş verməmişdən əvvəl həm dövlət özünün belə deyim, sığortalanmalı olan və yaxud da zəlzələ nəticəsində zərər dəyə biləcək məbləğləri əvvəlcədən proqnozlaşdıra biləcək. Bunun üçün bir müdafiə mexanizmlərindən istifadə edə biləcək və sığortaçılar da əhalinin və biznesin katastrofik risklərlə bağlı ortaya çıxacaq hər hansı bir maliyyə yüklərini sığorta şirkətləri də qəbul edə biləcəklər. Yəni, sığortalar öz risklərini katastrofik risklərlə bağlı sığorta şirkətlərinə devr edə biləcəklər. Bununla bağlı biz böyük bir layihə icra etdik və həmçinin daşınmaz əmlakın icbari sığortası layihəsini yaşayış sahələri üzrə və mənzillər üzrə bir dəyişiklik layihəsini artıq hazırladıq və müvafiq qurumlara təqdim etdik. Təbii ki, bu istiqamətdə sadəcə sığortalanma prosesi deyil, həmçinin hadisə baş verdiyi anda zərərlərin tənzimləməsi mexanizminə baxılması lazımdır. Çünki hər hansı bir katastrofik risk baş verdiyi zaman mütləq qaydada zərər tənzimləməsi çevik, operativ və şəffaf şəkildə həyata keçirilməlidir. Təbii ki, biz burada elektronlaşma istiqamətinə də göz gəzdirdik və beynəlxalq təcrübə, mütərəqqi beynəlxalq təcrübələrdə olan yanaşmalardan istifadə etdik. Belə ki, hər hansı bir zərər baş verdiyi anda həmin zərərin müəyyən edilməsi, o zərərlə bağlı sığorta ödənişinin verilməsi çox çevik şəkildə olacaq. Düşünürük ki, tətbiq etdiyimiz və istiqamət aldığımız yeni yanaşmalar qabaqcıl beynəlxalq təcrübə göstəricilərinə uyğun olaraq, tam olaraq hazırlanmışdır və ölkəmizdə adaptə olacaqdır.
Bir digər istiqamətimiz təbii ki, sığorta xidmətlərinə inamın olması üçün sığorta şirkətlərinin ictimaiyyətə açıqladığı məlumatlar da önəmlidir. Bunun üçün bilirsiniz ki, Mərkəzi Bank ümumiyyətlə korporativ idarəetmə standartlarını sığortaçılar üçün tətbiqini həyata keçirdi müvafiq qərarla və sığortaçılarımız artıq qabaqcıl beynəlxalq təcrübədə olan standartlara əsasən idarə olunurlar və Mərkəzi Bank buna xüsusi nəzarət edir. Həmçinin sığortaçılar haqqında məlumatlar, yəni həm sığorta xidmətləri, həm onların maliyyə dayanıqlığı haqqında məlumatlar, həm onların korporativ idarə edilməsi haqqında məlumatlar ictimaiyyətə artıq açıqlanır. Bu, belə deyim, risk əsaslı tənzimləmə rejimlərinin tətbiq olunduğu ölkələrdə, əsasən Avropa və Amerikada tətbiq olunmaqdadır. Avropada əsasən Solvency 2 rejimi tətbiq olunur. Bu rejimin Solvency 1 rejimindən də fərqi ondan ibarətdir ki, digər nəzarət və tənzimləmə rejimlərindən fərqi ondan ibarətdir ki, 3 istiqamətdə sığortaçıların üzərində müəyyən tələblər qoyulur. Birincisi, onun maliyyə dayanıqlığı istiqamətidir. İkincisi, onun korporativ idarəetmə standartlarıdır. Çünki bir şirkətin idarə etməsində yüksək keyfiyyətli standartlar gətirilməlidir. Korporativ idarəetmə standartları bunu ehtiva edir. Həmçinin də ictimaiyyətə açıqlanmalı məlumatlar bu rejimdə çox önəmli faktordur. Bu, həm şəffaflıq prinsipinə xidmət edir, həm sığortalılar özlərinin sığortalı olduqları və yaxud da sığortalanacaqları şirkət haqqında ətraflı məlumat ala bilirlər. Həm maliyyə göstəriciləri haqqında, həm onların göstərdiyi xidmətlərin keyfiyyəti, müraciətlərə baxılma prinsipləri, müştərilərlə davranış prinsipləri bu ictimaiyyətə açıqlanan məlumatlar əsasında kommunikasiya olunur. Təbii ki, Mərkəzi Bankda bu istiqamətdə nəzarət edilir. İctimaiyyətə açıqlanmalı məlumatlar həmçinin sığortaçıların xidmət göstərdikləri sahələrində intizamın ictimaiyyət tərəfindən də müşahidə olunaraq daha da təkmilləşdirilməsinə səbəb olur. Bir digər yanı da investorların sığortaçılara olan münasibətlərində açıq kommunikasiya aləti kimi istifadə olunur. Ona görə Mərkəzi Bank həm korporativ idarəetmə standartları, həm ictimaiyyətə açıqlanmalı olan məlumatlar üzrə qərarlar qəbul etdi, hansı ki, sığortaçılar bu istiqamətdə artıq tədbirlər görürlər və öz məlumatlarını açıqlayırlar və korporativ idarəetmə standartlarına da riayət edirlər. Təbii ki, həm sığortaçıların maliyyə dayanıqlığı güclü olduqdan sonra, həm sığortalıların risk haqqında məlumatlığı olduqdan sonra, həm katastrofik risklərin əhatəliyi təmin olunduqdan sonra, yəni bunlarla yanaşı mütləq qaydada sığortalı və sığortaçı münasibətlərinin tənzimlənməsi önəmlidir. Çünki icbari sığortalar və könüllü sığortalar sığorta müqaviləsi ilə həm sığorta qanunvericiliyi ilə, həm də sığortalı sığortaçı arasında olan sığorta müqaviləsi şərtlərinə istinadən idarə olunur, tənzimlənir. Buna görə də yəni icbari sığorta növlərində olan şərtlər, müqavilə şərtləri əsasən qanunla tənzimlənir. Amma könüllü sığortalarda bu müxtəlif qaydalarla tənzimlənir. Mərkəzi Bank bu istiqamətdə də sığortaların hüquqlarının qorunması istiqamətində tədbirlər görür və sığorta qaydalarında, sığorta şərtlərində, hansı ki, sığorta şirkətləri təqdim edirlər, müqavilənin tərkib hissəsidir. Artıq biz bu şərtləri və qaydaları tamamən beynəlxalq təcrübəyə, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan şərtlərə və qaydalara uyğunlaşdırırıq. Həmçinin şirkətlərin
göstərdikləri xidmətlərdə təbii ki, sığorta xidmətlərinə əlçatanlıq önəmlidir. Yəni vətəndaş sığorta ilə bağlı hər hansı bir həm sığorta xidmətlərinin istehlak olunmasında, həm də zərər baş verdiyi anda zərərlərin tənzimlənməsində, sığorta hadisəsi baş verdiyi anda zərərlərin tənzimlənməsində çevikliyə və şəffaflığa ehtiyac vardır. Bunun üçün Mərkəzi Bank elektronlaşma istiqamətində addımlar atır. Sığorta şəhadətnamələrinin icbari sığorta növləri üzrə əlçatanlığı tamamilə elektronlaşdırılmışdır hal-hazırda. Təbii ki, burada icbari sığorta bürosu bu elektronlaşmanın həyata keçirir və artıq sığorta şəhadətnamələri, icbari sığorta şəhadətnamələri tam elektron şəkildə vətəndaşlara təqdim olunur. Digitallaşma əsas istiqamətlərimizdən biridir. Sığorta ümumiyyətlə sığorta mexanizmi ehtimallar üzərinə qurulur. Yəni ki, sığortalanma riskin baş vermə ehtimalları üzərinə qurulan bir mexanizmdir. Hər hansı bir ehtimalları da müəyyən etmək üçün təbii ki, tarixçə önəmlidir. Tarixçənin də formalaşması üçün dataya ehtiyac vardır. Bu tarixçənin tam elektron şəkildə olması sığortaçılığı da inkişaf etdirir. Sığorta xidmətlərində göstərilən belə deyim, qiymətləndirmə modellərinin təkmilləşməsinə xidmət edir. Ona görə biz həmçinin bu modelləmələrin data əsasında olması, elektron datalar əsasında qurulması istiqamətində də işlər görürük. Yəni, düşünürük ki, günün tələbi elektronlaşmadır, həm şəffaflığa xidmət edir, həm də prosesləri daha əlçatan edir. Ümumiyyətlə, Füsun müəllim, Mərkəzi Bank tərəfindən xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı hansı tənzimləyici və nəzarət edici addımlar atılır? Ümumiyyətlə, Mərkəzi Bankın əsas istiqaməti sığortanın ölkədə inkişaf etdirilməsidir və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır. Bunun üçün mütləq qaydada, biraz əvvəl də qeyd etdiyim kimi, zərər tənzimləmələri çox önəmlidir. Yəni, sığortalı sığorta xidmətini aldıqdan sonra hər hansı bir zərər baş verirsə, artıq sığorta şirkətinin o zərəri necə əhatə etməsi, necə təzminatı ödəməsi, çevikliyi, şəffaflığı, qiymətləndirilməsi, zərərin qiymətləndirilməsi çox önəmlidir. Və bu istiqamətdə daha çox sığortalıların tez-tez rastlaşdığı sığorta xidmətlərinə diqqət etmək lazımdır ki, onlar da ilk öncə inam sığorta xidmətlərinə buradan yarasın. Çünki orada hadisələr tez-tez baş verir, sığorta hadisələrinin baş vermə tezliyi yüksəkdir. Biz buna avto-icbari dediyimiz sığortadan baxa bilərik və ilk aldığımız istiqamət o idi ki, vətəndaşların daha çox qarşılaşdığı sığorta xidməti budur və burada xidmət səviyyəsinin artırılmasına ehtiyac var idi. Bunun üçün də biz zərərlərin birbaşa tənzimlənməsi mexanizmini gətirdik. Bilirsiniz ki, regionda müəyyən ölkələrdə, çox az ölkələrdə tətbiq olunur və biz onu Azərbaycanda tətbiq etdik. Təbii ki, sığortalıların xidmətlərdən məmnunluq səviyyəsi burada artdı. Çünki burada sığorta şəhadətnaməsini sığortalıya təqdim edən sığorta şirkəti öz müştərisinə birbaşa xidmət edir və sığorta ödənişini etdikdən sonra onun məsuliyyətinin aid olduğu digər şirkətdən həmin vəsaiti özü alır, harada ki, burada sığortalı iştirak etmir. Yəni, burada sığorta şirkətlərinin öz müştərilərinə olan xidmətinin də daha üstün tutması motivasiyası yarandı və buna görə də zərər qiymətləndirilməsi bu istiqamətdə biraz daha təkmilləşdirildi. Təbii ki, indi hal-hazırda biz bu proseslərin elektronlaşması, yəni zərər tənzimləmələrinin elektronlaşması və sığorta hadisələrinin tənzimləməsində çevikliyin artırılması, yəni digital metodlardan artırılması istiqamətində də addımlarımızı atırıq.
Bildiyiniz kimi bir digər istiqamətdə kredit götürən şəxslərin sığortalanmasıdır. Vətəndaşlar banklara kredit üçün müraciət etdikdə onların öhdəliklərinin sığorta mexanizmləri vasitəsilə baş verən hadisələr nəticəsində, yəni ki, onların ölümü və yaxud da sığortalının ölümü və yaxud da onların əmək qabiliyyətinin itirilməsi hallarında kredit öhdəliklərinin ödənilməsini əhatə edən sığorta növü var. Biz bunu bu sığorta xidməti üzrə təkmilləşdirmələr həyata keçirdik və artıq vətəndaşlar bank xidmətlərindən istifadə edərkən öz həyatlarını sığortalaya bilirlər və bu da məqsəd ondan ibarət idi ki, hər hansı bir ölüm halı və yaxud da əmək qabiliyyətinin itirilməsi halında onun varisləri və yaxud da ətrafı maliyyə sabitliyin, yəni onların maliyyə sabitliyi və sosial rifahı pozulmasın. Və bunu sığorta şirkətləri öz xidmətləri ilə onun təzminatını ödəsinlər. Düşünür ki, bu da əhaliyə sosial rifahın sabit saxlanılmasında dəstəkçi bir mexanizmdir. Ümumiyyətlə qeyd etdiyimiz həm ayrı-ayrı sığorta xidmətləri üzərindən olan təkmilləşdirilmələr, həm də sığortaçıların fəaliyyəti ilə bağlı olan tənzimləmələr həm sığortaya inamı artırmaqdadır, həm bu xidmətin keyfiyyət səviyyəsinin artırılması vasitəsilə də əhatəliyin artımına nail olacağımızı düşünürük. Yəni əsas prinsipimiz, missiyamız budur. Sonlar, bir qədər əvvəl ölkədə aparılan geniş miqyaslı maarifləndirmə tədbirləri haqqında qısa məlumat verdiniz. Amma son illərdə Mərkəzi Bank tərəfində maarifləndirmə işlərinə çox xüsusi diqqət ayrılır. Hətta indi bizim sizlə iştirak etdiyimiz bu veriliş də həmin maarifləndirmə çərçivəsində efirdə yayımlanan bir verilişdir. İstəyərdim, bax, bu barədə bir qədər geniş danışasınız. Sığortada ümumiyyətlə maarifləndirmə çox önəmlidir. Təbii ki, yəni şəxslər riskə öyrəşmiş şəkildə yaşayırlar. Yəni ki, risk haqqında agahllıq daha çox riskin baş verməsindən sonra artır. Yaranır. Və təbii ki, bununla bağlı olaraq da əvvəlcədən risk haqqında vətəndaşların məlumatlandırılmasına ehtiyac var. Və onların bu risklərin baş verməsi ehtimallarını xatırlatmağa ehtiyac var. Təbii ki, burada həm Mərkəzi Bank, həm Azərbaycan Sığortaçılar Assosiasiyası, həm İcbari Sığorta Bürosu çox aktiv fəaliyyət göstərir. Bizim məqsədimiz ondan ibarətdir ki, vətəndaşlar bu risklər haqqında agah olsunlar ki, baş verə bilər deyə. Təbii ki, riskin baş verməsini göz önünə aldıqdan sonra buna qarşı da bir müdafiə imkanları yaratmağa ehtiyac var. Bu da sığortadır. Yəni, bu risklərin transfer edilməsi üçün, sığorta şirkətlərinə transfer edilməsi üçün sığorta mexanizmi var. Həmçinin bu maarifləndirmə tədbirləri çərçivəsində sığortalıların öz risklərini hansı sığorta xidmətləri vasitəsilə sığortaçılara devr edə bilərlər və onlar, belə deyim, öz sosial rifahın sabitliyi üçün bir əhatə, bir təminat ala bilərlər. Bunun üçün də bu maarifləndirmə tədbirlərində xüsusi diqqət olunan istiqamətlərdən biridir. Təbii ki, burada qeyd etdiyim qurum və təşkilatlarla yanaşı media nümayəndələrinin də böyük rolu var, xüsusi diqqət var. Həm bu istiqamətdə həm hökumət tərəfindən, həm media, dəyərli media qurumlarının və yaxud da nümayəndələrin geniş təbliğatı var, bizimlə birlikdə fəaliyyət göstərirlər və kütləvi, geniş miqyaslı maarifləndirmə tədbirləri keçirilir. Təbii ki, bu mütləq qayda həm də ölçülməlidir. Çünki maarifləndirmə səviyyəsinin hansı, belə deyim, göstəricidə olduğu mövcud vəziyyətdə və növbəti istiqamətlərdə hansı hədəflərə çatılmalıdır. Biz bunun ölçümlərini də edirik.
və bu tədbirlər silsiləvi şəkildə davam etdirilir. Təbii ki, güclü bir sığorta sektoru üçün güclü və peşəkar kadrlara ehtiyac var və son illərdə sığorta bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması üçün hansı işlər görülüb, beynəlxalq təcrübə öyrənilibmi? Önəmli məsələdir sektorun sığortada ümumiyyətlə peşəkar kvalifikasiyaların təkmilləşdirilməsi, peşəkarlıq tələblərinin artırılması diqqət ayırdığımız önəmli məsələlərdən biridir. Qeyd etdiyim kimi biz qabaqcıl beynəlxalq təcrübədə tətbiq olunan standartları və tənzimləmə nəzarət rejimlərini artıq ölkəmizə adapte edirik. Bu da mütləq qaydada kadr potensialının inkişaf etdirilməsi zərurəti yaradır. Təbii ki, risk əsaslı tənzimləmə və nəzarətə keçid və yaxud da digər hər hansı bir standartların tətbiq olunması üzrə sektorun peşəkarlıq səviyyəsinin artırılması üzrə işlər həyata keçirilir. Burada müxtəlif sığortaçıların aktuarilərinin təkmilləşdirilməsi olsun, onların underwriterlarının təkmilləşdirilməsi, yəni risk qəbul edən, riski təhlil edən mütəxəssislərin təkmilləşdirilməsi, sığortada bir digər əsas istiqamətlərdən biri də təkrar sığortadır. Təkrar sığorta mütəxəssislərinin təkmilləşdirilməsi, onların peşəkarlıq səviyyəsinin artırılması bizim prioritetimizdir. Çünki təkrar sığorta istiqamətində bu mütəxəssislər əsasən beynəlxalq sığorta bazarları ilə kommunikasiyada olurlar və orada riskin yerləşdirilməsi üçün müəyyən peşəkarlıq səviyyələrinə uyğun addımlar atılmalıdır. Bu istiqamətdə də təkmilləşdirmə işlərini həyata keçiririk. Həmçinin sığorta xidmətlərinin əlçatanlığında sığorta vasitəçilərinin rolu önəmlidir və yaxud da sığortanı təqdim edən şəxslərin, sığorta xidmətlərini təqdim edən şəxslərin bilik bacarıqlarının artırılması əsas prioritetlərimizdən biridir. Bu istiqamətlərdə də həm Mərkəzi Bank, həm Sığortaçılar Assosiasiyası müxtəlif təlimlər, beynəlxalq səviyyəli təlimlər də həyata keçirilir. Yerli mütəxəssislərimiz də bu təlimlərə cəlb olunur və düşünürük ki, bu istiqamət digər tənzimləmə addımları ilə yanaşı aparılmalıdır və buna xüsusi diqqət edirik. Çox sağ olun, təşəkkür edirəm. Daha bir sualım yerli sığorta bazarının beynəlxalq əlaqələri ilə bağlıdır. Ümumiyyətlə 2025-ci il üzrə bu əlaqələr necə inkişaf etdi? Təbii ki, sığortaçılığın biraz əvvəldə qeyd etdiyim kimi bir istiqamətdə təkrar sığortadır. Yəni, sığortaçılar qəbul etdiyi riskləri təkrar sığorta mexanizmindən digər sığortaçılara və yaxud da belə desək, təkrar sığortaçılara devr etmə imkanları vardır. Burada beynəlxalq sığorta bazarları ilə münasibətlər önəmlidir. Biz Mərkəzi Bank olaraq təkrar sığorta sistemində qabaqcıl və maliyyə dayanıqlığı güclü olan təkrar sığorta bazarları ilə əməkdaşlığı sığortaçılarımızdan belə deyim, istədik, tələb etdik və bununla bağlı bir qərarımız var. Təkrar sığorta əməliyyatları və təkrar sığorta siyasətinin müəyyənləşdirilməsi ilə bağlı və sığortaçılarımız yüksək kredit reytinginə malik olan dayanıqlı beynəlxalq təkrar sığortaçılarla əməkdaşlıq edə bilirlər. Təbii ki, bu göstəricilərdə biz nəzarət edirik və bu tələblərə sığortaçılar da riayət edirlər. Bu bir növ sığortaçılarımızın özlərinin maliyyə dayanıqlarının gücləndirilməsinə xidmət edir. Təbii ki, risklərin təkrar sığortaya ötürülməsi sadəcə Azərbaycan sığorta bazarında olmur, beynəlxalq sığorta bazarlarında da olur. Artıq Azərbaycan sığorta sektoru xarici sığorta bazarlarından həm də risk qəbul edir təkrar sığortaya. Bizim təkrar sığortaçılarımızın təqdim etdiyi təkrar sığorta xidmətləri ilə biz artıq xaricdən risklər qəbul edə bilirik. Bu da bir növ sığorta xidmətlərinin belə deyim, ixracı
deməkdir və ölkəyə valyuta axını gəlir. Biz bu istiqamətdə həm tənzimləyici tədbirlər görürük, həm istəyirik ki, beynəlxalq bazarlardan Azərbaycana risklər, belə deyim, sığorta xidmətləri də daxil olsun və bu istiqamətdə həm sığortaçılarımız aktiv işləyirlər, həm də Mərkəzi Bank bu istiqamətdə onları dəstəkləyir və onları qorumaq istiqamətində də, sığortaçılarımızı qorumaq istiqamətində də addımlar atır. Həmçinin bildiyiniz kimi Azərbaycanda icbari sığorta bürosu yaşıl kart xidmətini təqdim edir. Bu beynəlxalq qanunvericiliklərlə tənzimlənən bir sığorta xidmətidir və Azərbaycan sığorta şirkətləri sadəcə Azərbaycanda deyil, artıq digər ölkələrdə özlərinin sığorta xidmətlərini, yaşıl kart xidmətlərini artıq müxtəlif ölkələrdə tətbiq edirlər. Bu da Azərbaycan sığortaçılarının beynəlxalq bazarlarda həm təmsil olunmasıdır, həm də bu sığorta xidmətlərinin xaricdə həyata keçirilməsi vasitəsilə ölkəyə valyuta axınının cəlb olunmasıdır və sığorta xidmətlərinin ixracıdır. Mərkəzi Bank bu istiqamətdə də müxtəlif tədbirlər həyata keçirmişdir və görünən göstəricilər, yəni ki, bu addımların uğurlu olduğunu təsdiq edir. Ümumiyyətlə, Mərkəzi Bankın 2026-cı il üçün sığorta sektoru üzrə əsas planları və gözləntiləri nələrdir? Qeyd etdiyim kimi, müəyyən addımlar hansı ki, indi hal-hazırda həyata keçirilir, bunların ardıcıllığının izlənilməsinə ehtiyac var. Həm icbari sığortaların təkmilləşdirilməsi istiqamətində olan addımların növbəti mərhələlərə keçidi olacaqdır, daha çox elektronlaşma istiqamətində olacaqdır və daşınmaz əmlakın icbari sığortasının artıq qeyri-yaşayış sahələri üzrə də təkmilləşdirilməsi həyata keçiriləcəkdir. İcbari fərdi qəza sığortasının təkmilləşdirilməsi, istehsalatda bədbəxt hadisələr sığortasının təkmilləşdirilməsi həyata keçiriləcəkdir. Burada daha çox həm xidmətlərə əlçatanlıq, həm də zərər tənzimləmələrinin təkmilləşdirilməsi olacaqdır. Biraz əvvəl qeyd etdiyim kimi, Mərkəzi Bankın strateji hədəflərindən biri də risk əsaslı tənzimləmə və nəzarəti keçiddir. Biz bu istiqamətdə artıq sığortaçıların kapitalının, onların maliyyə dayanıqlarının risk əsaslı tənzimləmə alətlərinin müəyyənləşdirilməsi olacaqdır və bizim hədəfimiz Solvency 2 rejiminə keçiddir. Biz artıq düşünürük ki, Solvency 2 rejiminə keçidi növbəti ildə tənzimləmə istiqamətlərini həyata keçirək və artıq sığortaçılarımız bu standartlara uyğun olaraq xidmət göstərsinlər. Həmçində bildiyiniz kimi Mərkəzi Bank və Maliyyə Nazirliyinin, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin qarşılıqlı belə deyim, əməkdaşlığı ilə bu IFRS 17 beynəlxalq uçot standartlarının ən son standartların sığorta üzrə tətbiq olunması üzrə işlər həyata keçirilmişdir. Artıq tənzimləmələr hazırdır və biz bu istiqamətdə nəzarətin həyata keçirilməsini tərəfimizdən həyata keçirəcəyik. Həmçinin müxtəlif sığorta xidmətlərində aqrar sığorta sisteminin təkmilləşdirilməsi üzrə Mərkəzi Bank işlər həyata keçirilir. Müxtəlif könüllü sığorta xidmətlərinin beynəlxalq standartlara uyğunlaşması üzrə addımlar atılacaqdır. Sığortaçıların xidmətlərində sadəcə sığorta müqaviləsi bağlanandan sonra deyil, bağlananadək vətəndaşla ünsiyyət və orada sığorta müqaviləsində əks olunacaq şərtlərin sığortalıya, şəxslərə doğru şəkildə təqdim olunması, şəffaf şəkildə təqdim olunması istiqamətində addımlarımız var. Sığorta vasitəçiləri bildiyiniz kimi sığorta xidmətlərinin yayılmasında önəmli rola malikdirlər. Həm sığorta agentlərinin, həm sığorta brokerlərinin fəaliyyətin təkmilləşdirilməsinə bağlı qanun layihəsi hazırlanmışdır.
bu qanun layihəsi artıq sığorta vasitəçiləri üzrə, sığorta vasitəçilərinin bu xidmətdə rolunun artırılmasına təkan verəcəkdir. Onların fəaliyyətinin daha da genişləndirilməsinə təkan verəcəkdir. Onların peşəkarlıq səviyyəsinin artırılmasına təkan verəcəkdir. Və bu vasitə ilə də sığortalılarımıza göstərilən xidmət səviyyəsi bu istiqamətdə də artırılacaqdır. Sual müəllim, çox sağ olun studiyamıza gəldiyiniz üçün və verdiyiniz dəyərli məlumatlar üçün. Mən təşəkkür edirəm, işlərinizdə uğurlar arzulayıram. Verilişiniz düşünürük ki, bu veriliş nəticəsində də sığorta maarifləndirilməsi, əhalinin sığorta haqqında məlumat alma imkanları geniş olacaqdır. Bunun üçün xüsusi təşəkkür edirik sizə. Belə əziz izləyicilər, Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov ilə sığorta sektorumuzun 2025-ci ildə əldə etdiyi uğurlara, qeydə alınan böyümə göstəricilərinə, həyata keçirilən aktual sektorial islahatlara, o cümlədən gələcək prioritetlərə və proqnozlara aydınlıq gətirdik. Məlumatlar onu deməyə əsas verir ki, sığorta sektorumuz 2026-cı ildə yeni inkişaf xətti izləyəcək və islahatlar fonunda sığorta daha əlçatan olacaq. Risklərə qarşı sığortalanın və sığorta haqqında məlumatları sığortalı dostdan alın. Unutmayın, həyat sığorta ilə rahatdır.